Amma Şəfa klubu ilə də bağlı, Şaxdağla oyunla bağlı da müəyyən fikirlər səsləndirir. Ramiz, nə qeyd olunurdu? Yəni, ilk növbədə Tural İsmailov adlı izləyicimiz yazır ki, Qarabağ çempionluğuna çox sevindik, ancaq keçən ildəki boşluqlar verilməsə, güclü legionerlər alınsa, məncə Çempionlar Liqasına düşə bilərik. Ən azından güclü futbolçuları icarə ilə komandaya gətirmək olar. Birazdan bu məsələyə də toxunacağıq. Xüsusilə klub prezidentinin açıqlaması var. Və əsas diqqət ediləsi məqam etirazlar. Subhanallah müəyyən fikirlər səsləndirib. Biraz şokdadır. Anar Bayramov və eyni zamanda yenə Subhanallah Şəfa Futbol Klubu ilə etirazını bildirir. Yəni Şaxdağla oyun 2-ci liqa 10 manata. Bu gün oxudum mən də onu. 10 manata etiraz edirlər və eyni zamanda 10 manata biletin qəbul edilməz olduğunu diqqətə çatdırırlar. Məncə də haqlıdır. Yəni bugün tribunalara azarkeşin Premyer Liqada cəlb etməyə belə çətinlik çəkirik. 2-ci liqa oyununa 10 manat bilet. Bu məsələyə də növbəti buraxılışımızda daha geniş şəkildə yer ayırarıq. Yəni bəlkə də ola bilər ki, mayın 4-də də oyun. Bəli. Mən burada olmayacağam, amma oyuna getmək maraqlılardır şəxsən. Yəni bir çoxları Şəfa klubunu boykota dəvət edirlər. Müslim Nurməmmədov, Elvin Pərvenayev, Fariz Cümşüdlü Qarabağın transferi ilə bağlı